Laçına çatmamış atışma tuttu bizi. 1992 yıl 14 May. Qasımov Malik İbrahimoğlu, Bakı Dövlət Universitetinin 5-ci kurs tələbəsi. Biz bu günləri gördüyümüz kimi sizin Ermənistan tərəfindən bizim ərazimizdə təcavüz var. Ona görə də biz yığışıb gəlmişik, hamımız öz torpağımızı qorumaqdan ötəlim. Mən xahiş eləyərdim ki, Respublika Ali Sovetinin sesiyada özlərini düzgün aparsınlar, xalqı boş yerə qığına verməsinlər. İmkan daxilində xahiş edirəm bizim bu vəziyyətimizi Respublikanın bütün ictimaiyyətinə, bütün sağlam qüvvələrinə çatdırasınız. Təhlil qəsəbəsi yanı, atışma gedir. Ermənistan tərəfdən güclü atışmadır. Yolu bağlamaq istiyorum. Paşa evin destesi hücuma geçirir. Bayın qəsəbəsində yolu açmaq üçün qabaqda Vaqif Bey'in destesi gelir maşından, zenitli. Her taraf ateştir. Vaqif Bey, indi siz Qara qəsəbəsinin yaxınlığında ateş açırdınız, ermənilərin hücumunu dəf edirdiniz. Saat neçədən hücum başlayır? Səhər hücum başlayıb, sadəcə olaraq biz yol açırıq, görürsünüz də, cəmaat yol tapıb, getməyə də yol tapa bilmirlər. Vaqif Bey, mən yenə Fatma Mən gördüyünüz kimi hər iki silahlardan istifadə edirəm. Yolu pula qadadan bir nətər olsun, götürmək lazımdır. Çox sağ olun. Laçından üzür Şuşa istiqamətində gedir. Laçın döyüşçülərlə birgə kazarmada oturub istədi ki, Azərbaycan Bakı radyo dalgalarını tutar. Lakin bunu mümkün olmadığına İndi oturub indi Xəyyam qardaşımızın qasında çaldığı sasallarını qulaq asmaq istəyir.
Erməni uçbaşı görüb gəlib şey. Ermənilər gəldi. Hep yok yok. Yalan danışma! Var ilə gəl. Kaç Türk vardı köprüktür? 20 tane uğraş gelir. 20 tane uğraş benden çıktı. Sen kesermeysen bana Ruslan değil. Abi de köprüsünde yaxşı kadiftada seçmeye pekota. Kaldır çok dağın başında oturdun orada. Aşağıda. Özel değil, hele karıkla da kırılıyor. Her türlü zaman. İctimai siyasi partiyaların bağlanması hakkında kanun kabul edilmiştir. Azerbaycan'ın ictimai siyasi teşkilatlarının matbuat organlarının bağlanması hakkında kanun kabul edilmiştir. Dünən Azerbaycan'da fevkalade vəziyyət ilan edilmiştir. Ve Azerbaycan Halk Cəbhəsi öyle hesap etmiştir ki, bu çevriliştir. Dünən Bakı Dərmək Keçləri ondan ibrət Azerbaycan Halk Cəbhəsinin qərargahı ətrafında minlərlə adam toplaşarak öz etiraz səslərini uzatmışlar. Ve bütün gece bizim mitingimiz devam etmiş ve gece saat 2'den sonra Azerbaycan Saat neçədir? 4:30. Ayın neçəsidir? 16'sı. 16. Bugün daha yakın ad günü. Ayın 15 daha yakın ad günü. Biz onu qeyd edelim. Ancaq Arif'i sattılar. Yazmışlar gitme. Sattılar Arif'i, sattılar. Saat 5'in yarısıdır, ayın 16'dır. Laçını sattı geliyor Ekşmen Ermenilere. Hayatın mafyası sattı Hamza. Hacer. Bütün koşun geri çekildi. Ay zaman. Koşundan kimden sorsan dediler ki bizi çağırıplar təcili Bakıya. Bakıya çağırırlar ki Hayata kömeğe. bütün milli ordunun əsgərləri qeyri-qanuni olduğuna göre tərk silah olunmalıdır. Ona göre biz indi Ayazın uğrunda değil, bu torpaq uğrunda bir mübarizə aparmaq istəmirik. Ayaz kimi rəhbər lazım deyil. Kubatını kalkıtmak lazımdı. Bu basını biz bir gün kaldırmalıyız. Bunlar yolunu kesmezdi. Sen sürüt bunları. İsrail zaten kalktılar bitti. Zaten bizimki. Bu hərbi maşınlar hamısı qaçır. Hamısı qaçır hərbi maşınlar. Sattılar. O boyda tanklarla, o boyda MP'lerle bir tane spora şeridi almamalardı. Bütün əsgərlər maşında qaçır. Deyirlər ki, bizə tapşırılıb ki, tərk eləməliyik biz. Turşsunu. Bəsdir. Artıq səhər saat 6:15 dəqiqə qalıb. Qubadlıya hələ çatmağımıza az qalıb. Kömək üçün Adil bəyin, komandir batalyon Adil bəyin dəstəsinə müraciət etməliyik.
разбирался, уточнял. Значит, как докладывает командир батальона, командир отряда, видимо, немножко не так рассчитали, когда строили оборону. Почему? Потому что фланг оказался открытым. И именно во фланг большое количество техники армян ударило с правого фланга. Ну и сейчас я еще буду дополнительно разбираться, это действие ОМОНа. Отряд ОМОН, который где-то порядка 16 часов первый выехал стройной колонной. Вот это, по-моему, самый первый удар, который произошел. Это выход отряда ОМОНа. А Это команда надо кто разбираться. дал им вообще? Они Значит, по их ОМОН рассказы... подчиняется, мы знаем, что не Министерство обороны есть. Значит, Министерство внутренних дел им подчиняется, поэтому это будем разбираться. Я конкретно сейчас сказать не могу. Мне солдаты много рассказали, чтобы из Баку нам дали команду, якобы какой-то офицер. Какой-то офицер говорил, чтобы нам немедленно нужно в Баку ехать. Как это понять? А ОМОНу, что ли? Не, вообще вот любой солдат, вот из ОМОНа и так далее, из министерства, из национальной армии и так далее. Вот. Значит, я могу сказать, что во всяком случае с того пункта управления, где мы находились вместе с генералом, там такой команды не поступало. Daxışlar Şöbəsinin rəisi milis müdiri Nadir Çener. Qubadlı rayonu. Batalyonun Qubadlı rayonu üzrə. Bu iki batalyonun, nəinki iki batalyonun, mən elə gəlir ki, orada o ərazidə hansı ki bunlara göstəriş verilmişmiş ki, orada o istiqamətdə, hansı ki Tursu istiqamətində müdafiə eləsinlər Azərbaycanımıza, torpağımıza. Bu qrupların arasında heç bir əlaqə olmuyor. Bunların arasında mən sizə deyim ki, vahid rəhbər yoxdur. Nizam-intizam çox aşağı səviyyədədir. Rəhbərliyi eşitmirlər. Orada zabit məcbur olub saldat eşidir. Siziniz də orada iştirak elədiniz o görüşlərdə. Beləncə döyüşə getmək olmalı. Bu hansı ki burada gördüyünüz qrupların təmiz inamı qırılıb. Bunlarla nəinki döyüşə getmək. Vəbşə bunlarla heç yerə çıxmaq olmaz. Heç bir şey bilmək olmaz. Bunlarda olan texnikada özlərinin dediklərinə görə aşağı səviyyədədir. Amma ermənidəki də heç bundan yaxşı deyil. Bu texnika ilə çox iş görmək olar. Bu texnikanı bu dəqiqə mən deyirəm ki, olmasa iki dənə BMP versinlər bizə. Ona görə deyək ki, biz bunu yüksək pul vermişik, xərc çəkmişik, öz cibimizin pulunu almışıq, bunu biz heç kəsə də verməyəcəyik. Biz bunlar torpaq qorumaq fikrinə yox, elə belə formanı geyiblər əyinlərinə, hansı ki bu formanı geymiş ana bacılarımız hamısı gördülər ki, biz silah əlimizdə Azərbaycan əskəri irəli gedir. Azərbaycan əskəri hansı ki lazımlı yerdən qanlı ocaqdan, o odlu sahədən qayıdır Azərbaycan əskəri geri. Hansı ki bu yerində dayan rayonları da hamısını kəşfə salır. Bu dəqiqə bunlar əgər bu kolon qayıdıb, heç olmasa getsə Cəbrayıl rayonuna qədər getsin, nəinki Beyləqan, vəbşə bəlkə Bakıda da heç kəs qalmadı. Ona görə ki bu psixi təsir göstərir. Bu adı cəmaata təsir edir ki, bu saldat əlində avtomat, özdə nə bilir ki, bu BRDM işləyir, BMP işləyir, işləmir. Düşür, bu da BMP-nin dalıncan bu silahsız adama təsir edir ki, bu saldat əgər avtomatla qaçırsa demək burada nəysə var. Burada sadəcə olaraq düşmən ələ var. Şimdi orada yoldaşlar Rəhim Qaziyev yəqin ki bu göstərərsiniz. Orada mən onun adını bilmədim oğlanın bu dəqiqə vəbşə elə eləyirəm ki, onu çəkərsiniz. Həmən yoldaşdan mən soruşanda ki, bu nədir, bunun nə məsələ? Dedi ki, Rəhim Qaziyev burada. Dedi ki, Rəhim Qaziyev biz ancaq ona tabiyik, onun göstərişi ilə qaydırıq. Söhbət bu cür qoydu o. Özdə burada qorxmaq, çəkinmək lazım deyil. Burada bəlkə də Rəhim Qaziyevin adından kimsə bizim razıvetkada bir işləyən adamlar var. Mən demirəm, amma Rəhim Qaziyev üçün bunu mən sözümə düzəliş vermək yox. Yer gəlmiş içinə də hamısını bir deyirəm. Mən biləm ki, sizdən gəlib görəcəməriz. Burada düşmən əli var. Kimsə çağırıb, əmr verib Rəhim Qaziyevin adından ola bilsin ki. Bunu yoxlamaq lazımdır bu şeyləri. Bizim düşmənimiz çoxdur. Bizim o nətər deyim, dayısı erməni olanlar çoxdur. Hər tərəfdən Azərbaycan əzilir. İndi də biz öz Azərbaycanımız bizi başa düşmür. Deyirik yoldaşçasına xahiş edir ki, bu işi elə eləyək ki, torpağı biz qorumalıyıq. Deyir ki, torpağa deyir, Laçınlı hardadır getsin. Nə Laçınlı, nə Qubadlı, nə Cəbrayıllı. Torpağı hamımızı qorumalıyıq qardaş. Gəlmişiksə bu formanı geymişəmsə əynimə, mən bu torpağın yolunda ölməliyəm. Deyir, bəs mən orada ölsəm, deyir, mənim anama nə cavab verəsən. Öyləysən demək bu torpağın qurbanı olmalısan, sən bundan yana yaranmısan. Bundan yana sən yaşayırsan.
Hemen Qala Dərəsinə bir baxın. Oldu, atmadım. Ulan bağlayın gelin ya, bunu şurada yana. Oturma bakın. Tez olun inşallah, tez olun. Burada bu kötek değil mi? Ha kötek. Sen öyle bu kötekliğine. Ne onu koşlar götürün. Hadi otur. Onu çıkarın bu üstte. Onu çıkarın. Getir. 17 may 92-ci il Laçın. Laçının yaxınlığında Qala Dərəsində möhkəm döyüşlər gedir. Biz Laçına Azərbaycanın hər yerindən kömək gözləyirik. Hələlik demək olar ki, köməyimiz olduqca azdır. Bu planıma görə çəkirəm ki, bəlkə də bu mənim Laçında sonuncu kadrımdır. Heç olmasa Laçının son mənzərəsinə nə vaxtsa baxa bilək. Komandir polkun muavini Kapitan Sadıqov Şakir. Hazırki vəziyyətdə Laçının vəziyyəti gərgindir, ancaq bizim qüvvələr heç vaxt Laçını tərk eləmək istəmir. Heç bir kömək Müdafiə Nazirliyinin heç bir kömək görmürük. Ancaq bizim məqsədimiz, xahişimiz Azərbaycan xalqına üz deyirəm ki, imkanları varsa texnika ilə, canlı qüvvə ilə kömək eləsinlər bizə. Şakir Bey, indi bizə xəbər çatdı ki, Qala Dərəsi ermənilər tərəfindən tutulub. Bu həqiqətdir ya yox? Bəli, bir saat orada döyüşlər gedir, güclü. Hazırda döyüşlər gedir, biz də burada ehtiyat qüvvələrimizi yollamışıq. Tursuda olan texnikanın hamısını Bakıya qaçırdılar. Kimin əmri ilə bilinmədi. Komandirləri də qaçdı, bəzilərindən başqa. Komandiri kim idi? Biri şəxsən mən gör, adlarını da bilmirəm, elə belə sifətdən tanıyıram. Mayor var, podpolkovnik var. Dinəndə də hamısı Orucov günahlandırır. Ancaq onda mən bir günah görmürəm. Hazırki vəziyyətdə o adam sadı ön cəbhədə orada döyüşür. Ona görə də xahiş eləyərdim o qaçan zabitlər haqqında tədbir görərdilər ki, onlar niyə vətənin torpağını qoyub qaçır. Cavanların hamısı qoy gəlsinlər. Müharibənin uzunlamışıq, uzunmayacaqlar. Qoy gəlsinlər birləşək. Bütün hamımız qardaş kimi əl-ələ verək, bunları içimizdən rədd edək. Allah Teala geride qalanlarına canı sağ eləsin. Mən də deməmişəm, qoy mənə söyləsinlər. Sizə deməmişim. Bunlardan olanlarda, yəni ki, bunlardan qələbə ilə qayda ki.